Hər vaxtınız xeyir olsun. Rekord TV-nin efirində İlham Tumasın qonağı ilə bir yerdəsiniz. Bugünkü qonağım gənc yazıcı Orxan Safaridir. Orxan, xoş gördük səni. Xoş gördük. Sənin əlindən dad çəkənlərdən biri də mənəm. Doğrudur, paylaşdığın o yazıların, publisistik yazıların, fikirlərin arxasından çox da elə bir şərh yazmıram, amma hər halda səninlə görüşmək üçün bir bəhanə oldu bu da. Ümumi bir fikir soruşacağam səndən. Bax, Orxan Safari kimdir? 28 yaşım var, düzdür mü? Bəli. Özdə yanılmıramsa Lənkəran Dövlət Universitetinin turizm, otelçilik, düzdür mü? O fakültəni bitirmisən. Amma ədəbiyyata gəlmişsən. Heç kimin əlindən təbii ki, nə qələm almaq olar, nə kitab almaq olar sənin haqqında. Amma hər halda Orxan, bax, sən özünü necə görürsən? Publisistsən, yazıçısan, yoxsa tənqidçisən, ədəbi tənqidçisən, musiqi tənqidçisən? Kimsən? Orxan Safari kimdir? Özümü ümumilikdə həm yazıçı hesab edirəm, amma digər məsələlər bu yazıçılığın fonundadır. Fəqət istənilən halda nə tənqidçiyəm, nə publisistəm. Onlar sadəcə mənim məcburiyyətlərimdir. Hansısa formada, ədəbiyyatda və yaxud da işlədiyim jurnalistika sahəsində belə məcbur olduğum bir məsələlərdir. Və bu son elədiyim proseslər də həmin o məcburiyyətdən doğan zərurətlərdir. Yəni o sənin ürəyindən gəlir, içindən gəlir yazısı. Sözsüz ki, məsələn, üzr istəyirəm, məsələn, yazıçılar haqqında, dünyasını dəyişmişlər haqqında, indi yaşayanlar haqqında, aktyorlar haqqında yazırsan, məsələn. Müxtəlif sahələr orada özüm bir növdə məqsəddir. O nədən gəlir? Məqsəddə olur. Əlbəttə, məqsəddə də bu daha doğrusu birinci təsadüf idi. Bir-iki nəfər haqqında yazılar yazmışdım ədəbiyyatla bağlı. Gələn şərhlər məni bir növ qıcıqlandırdı. Gördüm ki, bunlar mənlə məsəl üçün təhqir söhbətləri eləyirlər. Məsələn, biri deyir ki, bu tənqid deyil, biri deyir təhqirdir. Və mən orada bir ümumi yazı yazmışdım ki, mən əslində ümumiyyətlə tənqidin əleyhinəyəm. Tənqidin artıq müasir dövrdə, müasir ədəbiyyatda, ictimai-siyasi proseslərdə əhəmiyyətsiz olduğunu düşünürəm. Yəni bir fəaliyyətə. Və üst tutdum bioqrafik tənqidə. Mən başa düşdüm ki, məsələn, bir yazıçının, bir klassik bir yazıçının əsərlərini artıq bunun tutaq ki, məsələn, Anarın. Bunu 50 ildə onsuz da tənqid edirlər. Tənqid bunu gücləndirir. Bunun əsərlərinə tənqid lazım deyil. Sən bunun şəxsiyyətini artıq təftiş eləməlisən. Yəni, söhbət aydın məsələdir ki, burada təhqir nisbətən olmamalıdır filan. Hətta o belə yeri gələndə olmalıdır. O da var ədəbiyyatda, həcv var da, bizim janrımız var və klassik yazıçılarımız bir-birlərinə nələr yazıblar. Və bu proses belə başladı. Mən də bunu davam elədim. Niyyətim sadəcə burada tənqidin ictimai şuurda formalaşmasıdır. Müqəddəs, toxunulmaz heç nəyin və heç kimin olmadığını bildirməkdir. Şəxsi həyatdan dedin, amma mən düşünürəm ki, əslində insanların şəxsi həyatı onların özünə məxsusdur. Məsələn, deyək ki, böyük rus bəstəkarı Çaykovski homoseksual idi. Və bunu özü də gizlətmirdi. O dövrdə yaşayanlar da yazıblar dəfələrlə. Amma biz Çaykovskinin şəxsi həyatından maraqlanmırıq. Bizə Çaykovskinin əsərləri lazımdır. Sözüm onda yox. Amma ictimai həyatı da maraqlıdır. Maraqlı olmağına maraqlıdır. Mən biraz başqa cür düşünürəm. Düşünürəm ki, insanın şəxsi həyatı, insanın necə bir insan olmağı, məsələn, Hacı Zeynalabdin Tağıyevdən bu yaxınlarda yazmışsan, deyək ki, onun oğlunla bacanaq olmağını, bunu bütün Azərbaycan bilir. Hacı Zeynalabdin Tağıyev haqqında oxuyanlar, onu az çox tanıyanlar bilirlər. Və onun üstündə çox basmaq da mən düşünürəm ki, qəbul olunmaz. Nəysə, bu sənin öz, belə deyək, fikrindir, taktikandır. Hər halda qəbul edirsənmi ki, sən insanları qızıqlandırmaq üçün yazırsan bunları? Yoxsa doğrudan mı hesab edirsən Nəsibə Zeynalova böyük aktrisa deyil? Doğrudan elə hesab eləyirəm. Hacı Zeynalabdin Tağıyev məsələsini dediniz. Ümumiyyətlə, Hacı Zeynalabdin Tağıyevin əslində o şəxsi həyatına yox, mən onun digər ictimai məsələlərinə daha çox önəm vermişəm. Amma cəmiyyət qıcıqlandığı məsələ, onun 73 yaşında olarkən 16 yaşında bir qadınla, qızla ailə həyatı qurması oldu. 16 yaşında olmayıb, 22 yaşında. İndi istənilən 22 yaş deyilsin, doğru deyil. Yəni mənbələr orada qarışıqdır da bir qədər. Mən onun ictimai-siyasi həyatına daha çox nəzər salıram ki, bu adam ümumiyyətlə bizə təqdim olunan kimi deyil, milli mənəvi dəyər deyil. Çünki bu dəqiqə ölkədə əlivi nəyə atırsan, başlayırlar ki, bu bizim milli mənəvi dəyərimizdir. Mən də bundan bezmişəm artıq. Mənim nə qədər milli mənəvi dəyərim var? Kimə baxıram? Nə bilim, Nəsibə Zeynalovadan yazıram milli mənəvi dəyər, Hacı Zeynalabdin Tağıyevdən yazıram milli mənəvi dəyər, Anardan yazıram milli mənəvi dəyər, Kamaldan yazıram milli mənəvi dəyər. Da nə oldu? Mən kimlə yazdım, kimlə nə deyim? Amma bir məsələ də var ki, məsələn, deyək ki, biz Azərbaycan
teatr və kinematografiyasından Nəsibə Zeynalovu çıxarsaq çox böyük boşluq yaranacaq. Bunu da etiraf edirsən. Ümumiyyətlə Sovetlərdə ümumiyyətlə hamını çıxartsan böyük boşluq. Çünki alternativimiz yoxdur da bizim. Aydın məsələdir. Bəli, etiraf edirəm ki, Nəsibə xanım olmasa və digər haqqında ümumiyyətlə yazdıqlarım olmasa boşluq yaranacaq. Çünki alternativimiz yoxdur. Hərəsinin öz yeri var. Alternativ də olsa yetişərdi. Məsələn, Nəsibə Zeynalovanın haqqında yazdığın yazıda mən bir məsələni tutdum. Deyirsən ki, Nəsibə Zeynalova həmişə Bakı ləhcəsində danışdı. Qətiyyən elə deyil. Nəsibə Zeynalovanın 90% indi həmişə hansı ki obraz ki, Bakılı obrazı tələb edir. Onun məsələn Nəsibə Zeynalova böyük dayaqda yaratdığı obrazda o qətiyyən Bakı ləhcəsində danışmır. Doğrudurmu? Doğru. Və digər həmçinin kiçik tamaşalarında danışmır. Sözsüz ki, var elə detallarda. Elədir. Orxan, mən sənə bir neçə misal gətirəcəm. Mənim gənc dostlarım var idi. İndi artıq onlar mənim yaşıma yaxınlaşırlar. Məsələn, Akşin Yenisey dostumuzdur. Digər bizim məsələn Seymur Baycan indi Gürcüstanda yaşayır, yaradır mən yanılmıramsa. Bəli. Onlar da təxminən indi Akşin də xətrinə deməsə, təxminən sənin formanda gəldilər Azərbaycan ədəbiyyatına, ədəbi mühitinə. Tənqid və hətta cırnatmaq dərəcəsində tənqid. Və ondan sonra təbii ki, mən bugün Akşin Yenisey deyəndə səmimi etiraf edeyim ki, Akşinin həm mütaliəsi, həm yaradıcılığı qarşısında mən baş əyirəm. Çünki Akşin doğrudan da bugün təxminən bir mən filosof səviyyəsinə bir yazardır. Mən belə düşünürəm. İndi sizin mən elə fikriniz düşünmürəm. aydındır. Özün bilərsən onu. Amma bir şey də deyim. Və bu cavanların, gənclərin hamısı axırda gəlib bir məsələdə toparlanırlar və başa düşürlər ki, cırnatmaqla, kimlər haqqındasa bəzən ədəbsiz görünəcək fikirlər söyləməklə yaradıcılıq olmur. Mən indi Həmid Terisçini xatırlayıram. Həmid Terisçi təxminən 20-25 il bundan əvvəl yazıçı Anar haqqında nələr deyirdi Allah bilir və nələr yazırdı Allah bilir. Və tamaşa və oxucular da bilirlər. Amma Həmid Terisçi bugün nəhayət ki, bugün deyəndə bir neçə il əvvəl Yazıçılar Birliyinə üzv oldu və belə deyək, özünün sözü olmasın, Anarın qılıncının altından keçdi. Amma vaxtilə deyirdi ki, mənim qılıncımın altından keçdi. Mən o məsələdə Həmid Terisçinin özündə tənqid eləmişəm. Baxmayaraq ki, Həmid özümə ədəbiyyatda ustad hesab eləmişəm, böyük yazıçı, böyük şair görmüşəm, amma Həmid düzgün eləmədi. Çünki Həmid Azərbaycan ədəbiyyatında proses yaratmış bir adam idi. Azad Yazarlar Ocağını yaratmış bir adam idi. Azad Yazarlar Ocağını tək o yaratmamışdı. İndi o həm də onu əslində elə təklif onun idi. Yəni özünün də iddiaları budur ki, təklif ondan gəlmişdi. İndi orada Azad Yaşar idi, Murad Köhnəqala idi, Rasim Qaraca idi. Və mən ədəbiyyata gələndə, hardasa 15, 16, 17 yaşımda yazanda Həmidə baxmışdım. Rasim Qaracaya baxmışdım. Sonradan mövqeyini dəyişsə də Murad Köhnəqalaya baxmışdım. Azad Yaşara baxmışdım. Və bu adamlar artıq çıxıb getdilər onların yanına, tövbə qapısına. İndi hamısı getməyib də. İndi Rasim Qaraca qaldı. Tək Rasim Qaraca qaldı. Bəziləri təqaüdə çıxıblar. Bir şey də deyəcəm. Bax, indi dedim filan kəslərə baxmışam, filan kəsini öyrənmişəm. Acı da olsa bir neçə misalı gətirmək istəyirəm. Tanıdığımız gənc yazarlar var idi. Məsələn, Mövludu mən tanıyırdım. Allah rəhmət eləsin. Ruhu şad olsun. Allah rəhmət eləsin. Allah günahlarından keçsin. Mən düşünürəm ki, biraz da həmin o dediyiniz adamlar və digər adamlar da var. Onlar əslində sizin kimi gənclərin beyninizi hərləyirlər. Və siz onların yanında olduqca əsl ədəbiyyatın nə olduğunu bilmirsiniz. Başlayırsınız tənqidlərə. Bax, bu cür insanları cırnadan fikirlər yazırsınız. Bir qədər populyar olandan sonra mı qayıdacaqsan sən ədəbiyyata, əsl ədəbiyyata? Mən belə deyim də, insanları cırnadan deyəndə, istənilən halda tənqid lazımdır, tənqid etməliyik. Mənim problemimdir kimsə cırnayırsa, deyil axı. Yəni mənim işim həm də tənqid eləməkdir, ədəbiyyatdan yazmaqdır. İndi digər sahələr də var. Bura musiqi də aiddir, aktyorluq da aiddir. Bilgim qədərilə. Maşallah, sən hamısından geniş yazırsan. Bilgim qədərilə hansına məlumatım varsa, çalışıram ki, yazım və bu tənqiddir. Bunun adı tənqid. Məsələn, yazıram, tutaq ki, yazıram ki, falan adam yaxşı yazıçı deyil və yaxud da yaxşı sənətkar olmayıb. Argumentlər nədir? Sən hələ onun elədiyinin yarısını elə. Sən hələ neynəmsən ki, onun kimi danışırsan. Mən izah eləmək istəyirəm ki, bundan çürük təfəkkür yoxdur. Yəni bu məntiqlə, məsələn, mən bir futbolçunu bəyənmirəmsə və onu dilə gətirirəmsə, ən az onun yarısı qədər oynamalıyam. Restorana gedirəmsə, yeməyi bəyənməmişəmsə, heç olmasa tərəvəz doğramağa aşbaz kimi bacarmalıyam ki, belə eləyim. Mənim sadəcə niyyətim budur ki, bu məsələlər aradan qalxmalıdır. Bu ictimai şuurdan tamamilə çıxmalıdır. Qaldı digər sualınıza ki, zəhərləmək məsələləri. Bunu doğrudan dəfələrlə eşitmişəm.
Zəhərlənərdimsə 17 yaşımda zəhərlənərdim və Əslində zəhərlənmirsən ki, bu cür şeylər yazırsan da. hə, indi yox, mən elə düşünmürəm də. Mən sadəcə mən də bunun adına mövqe deyirəm. Yəni indi ola bilsin ki, bəlkə də zəhərlənməkdir. Mən onun fərqində deyirəm. Bəlkə də mən indi gəlib 50 yaşımda olacağım mövqeyi indidən deməyim biraz absurd olar. Əgər zəhərlənmişəmsə də işarə edirsən, Şərif Ağayarı deyirsən. Şərif Ağayar yox. Şərif Ağayarla mən bilirəm, yaxın dostsan. Şərif Ağayar bizim də dostumuzdur, mənim də dostumdur. Hərdən görüşürük. Son vaxtda düzdür, biraz çəkilib dağlara. Amma hər halda Şərifin də fikirlərində o dediyin o məqamlar var. Bəlkə siz fikirləşirsiniz, Şərif məni zəhərləyib. Şərifin də ola bilər sənə təsiri var. Çünki Şərif də elə o cırnatmağa çox gözəl bacarır. İndi o da onu eləyib 27 yaşındadır. İndi mən də bəlkə də yaşımı yaşayıram. Yəni eləyib indi istəmir də. Məsələn Şərif indi istəmir ki, onun əksinə Şərif dəfələrlə dəstək veribdi rəylərdə, amma qınadığı da olub. Sənə dəstək verib. Hə, yəni prosesə, mənə yox. Prosesə dəstək verib ki, hə, tənqid prosesi uğurlu alınır, yaxşıdır. Bu cür təfəkkür inkişaf eləməlidir. Amma yəni tənqid elədiyi də olubdur. Şərif və digərləri haqqında ümumiyyətlə bütün gənclərə olunan qınaqdır bu. Tək mənim yaşadığım problem deyil. Həm də elə bil sanki biraz onların kölgəsində qaldıq. Nə edirsə deyirlər ki, bunu falan kəs eləyib, falan kəs belə eləyib. Amma bu da uyğun bir məsələdir. İndi mən nəyi də bilərəm ki, sevmədiyim adamları həm də onlar sevmir, həm də onlarla eyni fikirdəyəm. Yəni bu mənim öz fikrimdir, öz mövqeyimdir. Bu dünən bu gün deyil. Yəni doğrudan da gələndə 17 yaşımda da belə idim. Artıq 10 il keçib 27 yaşım var. Yenə eyni adamlar haqqında eyni şeyi fikirləşirəm. Aydındır. Rəhmətli Tofiq Hacıyevdən soruşdum ki, bizim böyük alimimiz, Allah ruhu şad olsun. Bir dəfə dedim Tofiq müəllim, hələ universitetdə oxuyan vaxt. Dedim Tofiq müəllim, Azərbaycanda bir Molla Nəsrəddin məktəbi var da. Mirzə Ələkbər Sabir onun ortasında bir dağ kimidir yanıq və digər bizim orada şairlərimiz, yazıçılarımız. Dedim, o məktəbə qarşı bir çıxan yoxdur ki, niyə olmadı Azərbaycan? Dedim, niyə yoxdur, oğul? Var məsələn Əlibey Hüseynzadə məktəbi. Amma bir şərtlə, Əlibey Hüseynzadə də Əlibey Hüseynzadədir. O, sənə hərdən deyirlər, özün nə eləmişsən? Əlibey Hüseynzadə böyük bir mütəfəkkirdir və böyük bir şəxsiyyətdir. Bu, yəni, mən düşünürəm ki, Azərbaycanda və Əlibey Hüseynzadə, Türk dünyasında bunu qəbul eləməyən çox az adam olar. Amma Əlibey Hüseynzadə Sabirin, Mirzə Cəlilin o belə deyək, öz ifadəsincə desək, o sadə kəndçi dilini bəyənmirdi. Bəli. Amma hər halda Əlibey Hüseynzadə özü nəsə bir ortalığa qoymuşdu. İndi insanlar sənə deyəndə ki, Orxan Safari, sən də bir şey yaz ortalığa qoy ondan sonra. Mən səmimi deyəcəm sənə, kitablarını oxumamışam, romanını oxumamışam, amma o gün bir hekayəni oxudum, təzə paylaşmışdım. O təmizləmə məsələsi. Bəli. Çox uğurlu hekayələrindən biridir. Çox uğursuz hekayələrdən biridir. Nəyə görə? Çünki bilirsən, Orxan, orada mən ancaq həmin o 3 hərfli sözü gördüm. Hara göz yetirdimsə onu gördüm. Onu bir dəfə işlətmək olardı, ən azından bir dəfə. Amma orada o qədər işlətmirsən ki onu. Artıq adam ondan həmin o 3 hərflinin qoxusunu aldım. Sən sənə deyəcəm, xətrinə dəyməsin. İndi tənqid edirsiniz deyə mənim argumentimi gətirməyəcəm qarşısına. Yaxşı edirsiniz. Mən sadəcə olaraq amma o fikirdə deyiləm. Təbii, əlbəttə bu sənin öz fikrindir, sənin yazındır, sənin balandır. Sən onu doğub demisən ki, tamaşaçı oxusun. Bir də nədənsə sənə yazılan o şərhlərin hamısına belə o Facebook dilindən desək, sosial şəbəkə dilindən desək, belə qoyursan, əla qoyursan. Bəli, bəyənirəm fikirlərini, onların tənqidlərini. Hətta yazırsan ki, yaxşı eləyirsən, tənqid elə məni, mən beləyəm, filan, bəhmən. Nəyə görədir ki bu? O mənim həddən ziyadə bu məsələlərə demokratik olmağımla bağlıdır. Heç belə qəzəblənib, əsəbləşib. Qətiyyən, mən o yazıları yazanda onsuz da bilirəm ki, bunlara bir əks arqumentlər gələcək, bunlara kimsə qıcıqlanacaq, hiddətlənəcək. Bu həm də onları like eləməyim, onlara təşəkkür eləməyim, məni tənqid eləyəndə, hətta bəzən yaşlı insanlar var orada, xüsusilə bu yaşlı klassik şəxslərdən yazanda təhqirə belə keçirlər. Mən məsəl üçün girəm yazam ki, sağ ol, ağsaqqal. Əhsən sənə. Yəni bu əslində bir növdə onu utandırmaqdır ki, bax da yəni ağ bir çəkdir, baxıram deyirəm, yəni mən bunu mənim tərbiyəm imkan vermir onlara təhqir yazmağa. Mən kifayət qədər çərçivələr, etik çərçivələr daxilində yazılarımı yazıram, təqdim eləyirəm. Onları kimisə bəyənməmək haqqı var, məni tənqid eləmək haqqı var və mən də göstərirəm ki, məsələn mən Mirzə Ələkbər Sabir üzərindən bir tənqid yazısı yazmışdım. Əslində orada niyyət Mirzə Ələkbər Sabir deyil idi. Sabirin üzərindən qəzəl janrının, ümumiyyətlə satiranın ədəbiyyata vurduğu ziyanlar idi. Və orada həmən keçdilər məndən biraz fərqli tonlarda danışmağa və mən dedim ki, Mirzə Ələkbər Sabir mənim bugün yazdığım yazıların ənənəsini qoymuş adamdır. Onu ona görə eləmiş ki, bugün 21-ci əsrdə bir Orxan Safari çıxıb bu ənəni davam elətdirə bilsin. Sən isə mənə deyirsən ki, bu ənəni davam elətdirmə. Və mən orada bildirmişdim əslində ki, satiranın Azərbaycan ədəbiyyatına və ictimai-siyasi proseslərə vurduğu ziyan var. Onun üzərindən də yəni bir bədii təhlil idi. Amma adamlar çox təəssüf olsun ki, bunu yaxşı qarşılamadılar, linç elədilər. Mənim məqsədli şəkildə hətta mənə orada ermənisən deyən var, qanında qarışıq var deyən var.
müxtəlif sözlər deyirlər ki, yəni o da onların əxlaqı, tərbiyəsi və dar təfəkkürünün məhsuludur. Mən də onlara heç nə demirəm. Yəni onları bəyənirəm ki, bu da mənim sənə ehtiramımdır, sənin sözlərinin qarşısında. Necə düşünürsən, insanın kimlərisə tənqid eləməyi, sənin yaşında, mən indi sənin yaşını belə başına qaxınca eləmirəm, amma eləməsin. Əslində, mən də çox istəyərdim sənin yaşında olum. Bu yaşında bu cür məsələlər yazmağı, düşünmürsən ki, biraz da onun mütaliəsizliyindən irəli gəlir, sənəti başa düşməməyindən irəli gəlir. Məsələn, mən hərdən sənin o yazılarını oxuyanda deyirəm ki, Allah, bir Orxana bir oturub sual verəcəm, indi fürsət düşüb əlimə, həmin sualı istəyirəm sənə verim. Azərbaycan ədəbiyyatında, Azərbaycan sənətində bir ağ üzlü bir adam yoxdur ki, sən deyəsən ki, aha, halal olsun, bax, bu adam əsl şairdir. Çingiz Hüseynov təbii. Mənim ziyalı hesab elədiyim, bugün bizə ziyalı kimi təqdim olunan 100 adamın yüzündən də böyük Azərbaycanlı hesab elədiyim 3 şəxsdən biridir. Ən çox. Nəyə görə? Həm də deməli yaşam tərzinə görə, həm də yaşayışına görə. Sözsüz ki, yaşam tərzi. Mənim üçün yaşam tərzi çox önəmli bir məsələdir. Məsələn, Fətəli Fətini oxumusan yəqin. Yox, onu oxumamışam əslində. Çingiz Hüseynovun ən böyük əsəridir. Bəli, oxumamışam, amma məsələ kənardan tanıyırsan Çingiz Hüseynovu. Sözsüz ki, heç vaxt real tanışdığım olmayıb. İndi yaxınlarda əsərlərini oxumaq lazım ki, Çingiz Hüseynovu məsələ elə adamlar var ki, məsələn İsa Hüseynovu götürək. Düzdür, indi onun bəzən elə adamlar var ki, sevdiyim. Məsələn, mövqelərində də problem zamanla olubdu. Amma indi mövqedə problem nəyə deyirsən? Mövqedə problem mənim sahəm ədəbiyyatdır. Ədəbiyyatda nahaqqın yanında olmaq məsələsi var. Bunu da mənim üçün başında həmişə 17 yaşımdan zəhərləndiyim dövrdən bu günə kimi yazıram ki, Azərbaycan Yazıçılar Birliyi dayanır və onun sədri. Çox təəssüf ki, hələ ki mənim problemlərim bitmək bilmir. Buna görə hələ də mənə hansısa formada sosial şəbəkələrdə belə deyək, iradlar, çox sərt iradlar bildirirlər və mən də qərara gəlmişəm ki, barışmayacağam. Məsələn, Elza Seyidcahan bizim tanınmış müğənni və bəstəkar xanım, o məsələn Yazıçılar Birliyinə üzv olanda ona dedilər ki, anara dedilər ki, hətta ittiham elədilər anarı ki, Çingiz Abdullayev də həmçinin. Dedilər ki, necə olur bu? Elza Seyidcahan bəstəkar kimi yaxşı bəstəkar ola bilər, amma axı bu yazıcı deyil, bunun şeirləri aydındır, hamımız eşitmişik. Amma orada ən maraqlı, ən işıqlı adam elə Elza Seyidcahan. Valla bilmirəm, sən ən işıqlı adam bilirsən, sən bütün deyək ki, sən məsələn deyək ki, Sabiri tənqid edirsən, bu Elza Seyidcahanı qaldırmışdın göylərə. O məqsədli idi. Yəni lazımdır. Deməli məqsədli şeylərdir. Əlbəttə indi mənim də bir hardasa xaltura eləmək haqqım var da. Yəni o mənim də bir haqqımdır. Onu orada məqsədli elədim. Orada çünki bezdirmişdilər məni. Yazırdılar ki, sən kimi bəyənirsən. Bir yaz onu görə, bir təriflədiyin adam yoxdur. Maşallah özdə Elcanı da xeyli adam bəyənmişdi sən. Xeyli bəyənmişdi. Əlbəttə Elza Seyidcahan gözəl bəstəkardır. Bəstələri göz önündədir. Amma şair kimi gözəldir. Sözsüz ki, indi biz onsuz da özü də qəbul edir şair kimi. O məncə onun oyunudur, yaradıcılıq oyunudur. Onun xalturasıdır. Deməli onda ana heç olmasa bir işıqlı adamı götürüb də ora. Elə bir dənə götürdü. 2005-in içində bir dənə işıqlı adam var. O da gəldi, Elza Seyidcahan çıxdı. Yəni indi bu anarın bu yaxınlarda yenə də başlayıblar da təzədən üzvlük haqqı söhbəti. Mən ümid edirəm ki, bu proses oradakı üzvləri təmizləməkdir. Bəlkə də oranın o yerlərdə olmuş, ölmüş artıq reputasiyasını hansısa formada ilə belə qaldırmağa çalışarlar. Elə bir proses olarsa, hansısa formada dəstək verərəm. Amma indiki halda mən Azərbaycan Yazıçılar Birliyinə, onun sədri Anara və digər orada təmsil olunan heç bir şəxsə nə rəğbət bəsləyə bilərəm, nə sevgi göstərə bilərəm, nə onları bəyənə bilərəm, nə onların yanında ola bilərəm. Aydındır. Yəni mən düşünürəm ki, məsələn, mən deyək ki, Yazıçılar Birliyinin üzvü deyiləm. Heç Azərbaycan Jurnalistlər Birliyinin üzvü də deyiləm. Heç bir siyasi partiyanın üzvü olmamışam, üzvü də deyiləm. Amma mən üzvü olmadığım və proseslərində iştirak eləmədiyim bir qurumu nəyə görə özümə düşmən elan eləyim ki? Onlar da o cür orada xoşbəxtdirlər, qoy xoşbəxt olsunlar. Mənim öz yolum var, bu həm də sənə aiddir təbii ki, bir yerdə biz dost kimi danışırıq. Bu həm də sənə aiddir, Orxana aiddir, İlhama aiddir, digər Yazıçılar Birliyinin, Bəstəkarlar Birliyinin, nə bilim, Rəssamlar İttifaqının üzvü olmayan insanlara aiddir. Onlar öz yollarını geçsinlər. Mənim nə işim var Yazıçılar Birliyində kim üzvdür, kim yox, indi bu sahə mənim sahəmdir. Yox, düşünməmişəm. Çünki bu sahə mənim sahəmdir. İstənilən halda mən oraya üzv olmasam da, orada ədəbi proseslər gedir və mən görürəm ki, orada ədəbi proseslərə uyğun olmayan məsələlər var. Yəni mən qəbul eləmirəm bu məsələləri, onların söhbətlərini, onların tədbirlərini, onların ədəbiyyat adına güya gördüyü işləri bir yazıçı kimi qıraqdan münasibət bildirirəm. Üzv olsaydım başqa cür münasibət bildirərdim. Yəqin ki, bildirə bilməzdim. Ona görə bildirmək üçün də üzv olmuram.
heç vaxt üzv olmamışam, belə bir niyyətim yoxdur və o qurumun tezliklə ləğv olunmasını arzu edirəm. Aydındır. Mən düşünmürəm o qurum ləğv olunsa ədəbiyyatda, Azərbaycan ədəbiyyatında böyük bir inqilab olacaq. Məncə olacaq. Məncə olacaq. Çox Yəni mənə elə gəlir ki, Azərbaycan ədəbiyyatında inkişafın bir qarşısını kəsən məsələdə bu indi belə zahirən görünmür. Həm də Azərbaycan Yazıçılar Birliyidir. Çünki ədəbiyyat adına görülən bütün işlər Azərbaycan Yazıçılar Birliyində təmsil olunan adamların adına olur. Yəni məsələn bütün xarici ölkələrə bunlar gedirlər. Bütün yaxşı tədbirlərdə bunlar var. Bütün yəni az-çox çatacaq pulları bunlar alır. Ortada da heç nə yoxdur. Bəs necə olur bu? Bəs ora ədəbiyyatı inkişaf elətdirəcəksə, ildə də dövlət nə qədər pul ayırır ora? 200 min, 300 min də indi konkret büdcə rəqəmləri bilmirəm. Yəni onsuz da dəyişən məsələlərdir. Hanı bəs bu proseslər? Hanı əgər doğrudan da ki, ora inkişaf verirsə, onsuz inkişaf olmayacaqsa, hazırda ora var və inkişaf yoxdur. Bəlkə olmasa olacaq. Yəni bəlkə bu belə bir yolla sınayaq. Bəlkə elə oraya hansısa bir yerdə bir qeyti kimi qalsa, bir getsin 5 adam, 10 adam çörək pulunu qazansın, kimlər ki orada gözü var. Onlarla məsələn gedib ədəbiyyatı qaldırsınlar. Bilirsiniz, o tək məsələ deyil də. Bunun kökəsində məncə dayanır Sovetlərə. O vaxt bu bizim klassik yazıçılarımız var, xalq yazıçılarımız bu gün də. Eyni şeylər deyirlər ki, məsələn biz tənqid eləyəndə ki, mən öz adıma danışıram. Sovet yazıçılarının böyük əksəriyyətini bəyənmirəm, qəbul eləmirəm, tənqid eləyirəm və mənim özümə görə səbəblərim var. Məsələn, bir dəfə yazı yazmışdım ki, Anargilin nəslində 60-cı illər ədəbiyyat nəsli olanda həmin vaxtda Türkiyədə Cəməl Süreyya, Qazaxıstanda Oğuz Süleymanov, Rusiyada Soljenitsin, yəni müxtəlif adlar saymaq olar. Onların qabağına mən Anar Elçin Kamalla çıxacağam. Bunlarla çıxmalıyam, Çingizlə çıxmalıyam. Və nə oldu ki, onlar da Sovetdə idi, bunlar da Sovetdə idi. Pəncərə Moskvada idi, ədəbiyyatın pəncərəsi. Necə oldu ki, müstəqillikdən sonra bunlar unuduldu, getdi, oldu məhəlli ədəbi bir belə də xırda bir yazıçı. Yəni öz Azərbaycan səviyyəsində belə əslində olmadı. Yəni indi adam var deyir ki, Azərbaycan səviyyəsində yazıçıdır, mən heç onu da qəbul eləmirəm. Və necə oldu ki, digərləri böyüdü? Demək ki, yəni böyük yazıçılıq, böyük məsələlər qurumla, sədrlə, bir yerin 40 il bir sədr olmaqla düzəlmir. Təbii, əlbəttə. O aksiomadır ki, təşkilatla, qurumla ədəbiyyat yaranmır. Onların iddiası həm də buna görə deyir. Ona görə mən deyirəm ki, Yazıçılar Birliyindən narazı insanlar var və o Yazıçılar Birliyi oldu, olmadı. Azərbaycanda ədəbiyyat var və ədəbi proses gedir. Yazıçılar Birliyi ləğv olunsa belə mən inanmıram nəsə dəyişir. Bu da sənin fikrindir, mən fikrini verirəm. Orxan, öz mütaliəndən razısanmı? Sözsüz ki, mənim mütaliəm məndən böyük olan adamlardan azdır yaş etibarı ilə, amma davamlı oxumağa çalışıram. Hətta oxuduğum kitablarla bağlı hər ay paylaşım da eləyirəm. Onu da elə bir növ sosial şəbəkədə öz izləyicilərimə göstərirəm ki, bir vərdiş yaradın özü üçün. Ayda 3 kitab, 4 kitab, 5 kitab, 1 kitab, yəni hər nəsə oxuyun. Ancaq yəni indi böyük bir mütaliəmin olduğunu demək mənim üçün hələ tezdir. Yəni bunu qəbul edirəm. Əlbəttə mən çox şey bilməyə bilərəm. Siz demiş, müəyyən məsələdə sənətdən başım çıxmaya bilər. Bunlar həm də təbii bir prosesidir. Yəni mən oxumağa da dünən bu gün hardasa başlamış hesab olunuram. Üstəlik öz ixtisasım sahəm bu deyil. Bura yəni sonradan gəlmə belə deyək də bir adamam. Hələ ki yəni belə nə çox narazıyam, nə də çox razıyam. Öyrənməli olduğum çox şey var. Bunu qəbul edirəm. Azərbaycan və Türkçə türkçəsində oxuyursan. Rus dilində. Bəli, rus dilində yox. Başqa Azərbaycan dilindən başqa deyirəm. Günlərin bir günündə deyirlər. İndi bu rəvayət kimi danışılır. Bəlkə də olmuş hadisədir. Kral bir zadəcana deyir ki, sən İspan dilini bilirsənmi? Zadəcan deyir, yox, Əla Həzrətləri bilmirəm. Deyir, çox heyf. Bu zadəcan elə bilir ki, bu İspan dilini ona görə soruşur ki, bunu İspaniyaya səfir göndərəcək. Tez gedir, qısa müddət İspan dilini öyrənir. Növbəti ziyafətlərin birində kralla üzbəyüz gələndə deyir, Əla Həzrət, mən artıq İspan dilini bilirəm. O deyir, təbrik edirəm, siz artıq Don Quixote orijinaldan oxuya biləcəksiniz. İndi onun sözü olmasın. Mən düşünürəm ki, yenə deyirəm, mənim sənin belə üstünə hücum keçmək kimi görünməsin. Tamaşaçılar da xahiş edirəm, onu elə hesab eləməsin. Elə görülsə də problem yox. Əstəğfurullah. Mənim üçün yoxdur. Yəni tamaşaçılar üçün bilmirəm. Bizim gənc dostumuzsan, bacarıqlı, qabiliyyətli, istedadlı bir gəncsən. Mənim istədiyim nədir? Mən həmişə o vaxtdan da elə bizim o vaxtı mən biraz gənc olanda məndən də gənc insanlara deyirdim ki, çalışın çoxlu mütaliə eləyin. Çalışın çoxlu dünyanın gedişindən, gəlişindən xəbəriniz olsun. O dəqiqə qabağınıza keçən adamı dalamayın. Niyə elə fikirləşirsiniz ki, dalamaq olmaz? Bilirsiniz nəyə görə? Mən ümumiyyətlə həyatda, mən indi özümdən danışdım, üzr istəyirəm. Mən həyatda və yaradıcılıqda sufi obrazının tərəfdarıyam. İnsanlara gül verəcəksən. İnsanlara heç vaxt zəhər verməyəcəksən. Qoy insanlar xoşbəxt olsun. Axı mən o tərəfdar olmaya bilərəm. Təbii, mən səni qınamıram. Amma hər halda mən düşünürəm ki, bu biraz da sənin danlamaq kimi çıxmasın. Dünya görüşündən bağlıdır, mütaliənlə bağlıdır. Biraz daha yaşamalı şeylər yaşamalısan ki, bunlar olsun. Sözüm onda yox. Hər halda düşünürəm ki, mütaliə mütləq vacibdir. Təşəkkür. Sonra Orxan, məsələn, nəyə görə deyək ki, Orxan Səfari düşünür ki, onun kitabını
desən dedilər 100 manata almalısan, hə? Nəyə görə? Orada belə məsələn mənə 1-2 nəfər yazırdı ki, rəylərdəki gətir öz kitabı ver görüm. Niyə vermədin belə, ki, o da bizdə? belə və yaxud da deyib ki, biri yazmış ki, Sən acığından elə yazdın. Qaqaş neçədir kitabınız var belə. Mən dedim ki, valla mən sizə kitab satmıram. Siz elə bilirsiniz ki, mən bunu kitab satmaq üçün edirəm. Mənim kitabım olsa necəsə, satılmalısa satılacaq, oxunmalısa oxunacaq. O cümlədən özüm də oxunmalı olacamsa, 3 il, 5 il sonra unudulacamsa da unudulub çıxıb gedəcəm. Mənim üçün belə məsələlər heç vaxt problem deyil. Amma dedim ki, siz kimsiz başa mən sizə kitab satım. Sən yazsın, sən gedib Ramiz Rövşənə elə deyə bilərsən, Ramiz müəllim ver kitabı oxuyum görüm, deyə bilmərsən. Çünki sənin üçün əl çatmazdır. Çünki Orxan Safariyə hər an kommentariya yaza bilirsən, Messengerə yaza bilirsən, ürəyin istəyəndə zəng vura bilirsən, yolda mənim qarşımı kəsə bilirsən. Əl çatmaz. Mən də dedim ki, vaşı mən sizə kitabımı satmıram. Kim də almaq istəyirsə, kitabın bir ədədi 100 AZN-dir. Az adam aldı, amma aldılar da, yəni sağ olsunlar. İndi sən o kitabı öz yəqin ki, büdcən hesabına, vəsaitin hesabına çıxartdın. Bəli. Sir deyəsi neçə tiraj oldu? 500 tiraj. 500 tiraj. Normal tiraj, normal tiraj. Bəli. Bax bir şey soruşum. Sən əgər kitabını nəşr elətdirirsənsə, onun oxucu kütləsi haqqında fikirləşmişdinmi? Çünki həm də kitabı nəşr edirsənsə, sən həm də artıq özün buna vəsait qoyursansa bu kitaba, deməli həm də bunun dağıdılmasından, oxunmasından, yayılmasından məşğul olmalısan, ya da fikirləşməlisən, ya da bir adam olmalıdır. Mənim birinci kitabımın təqdimatında, Hüzn Sör Depressiya Hekayələr kitabımın təqdimatında o 300 tiraj idi. 199 kitab satıldı. Mən onda hərbi xidmətə getdim, qayıtdım, qalanı da sonra satıldı. İkinci də 500, 300-dən artıq kitab satılmışdı. Qalanları da digər məsəl üçün, nə bilim, kurs var idi ki, 20-dən aldı. Bir yer var idi ki, 10-dan aldı. Bir adam var idi ki, 5-dən aldı, payladı. Yəni belə. Özümdə hazırda 15 kitab qalıbdı. Oxucu kütləmin olmağından nə razıyam, nə narazıyam. Çünki hələ ki məni belə şeylər maraqlandırmır. Yəni belə dəhşətli formada. Nə maraqlandırır? Məni yazmaq maraqlandırır. Sadəcə yazmaq maraqlandırır. Yəni sizin bayaqki mənə haqlı iradlarınız, təklifləriniz hamısı mən qəbul eləyirəm onları. Amma burada bir məsələ də var ki, siz mənə 50 yaşdan, 45 yaşdan oradan baxırsınız. Amma mən buradan baxanda o iradlar həm də mənə biraz belə qəlbimdə gülməli gəlir ki, yəni hələ tez deyilmi bu sözləri mənə demək? Yəni məsələn siz, mən 35-40 yaşımda oturub siz eyni iradları mənə bilirsiniz, artıq mənim üçün ayıb sayıla bilər. Amma mən hesab edirəm ki, bunlar mənim hələ bir məsələdə kreditim var xərcləməli. Elədir. Əslində onu düşünməyin sənin beyninin aydınlığından xəbər verir. O mənada eşq olsun deyirəm. Bəzi dostlarımız deyirlər ki, ay nə bilim Azərbaycanda kitab oxunmur, Azərbaycan ümumiyyətlə insanları kitabdan zəhləsi gedir. Düz deyirlər. Sözsüz ki. Niyə sən görsən kitabını oxuyur? O mənim kitabımı oxumaq, kitab oxumağın 200-ə yaxın adam gəlir. Onların elə yüzü mənim dostum idi, yaxın dostum idi. Mənə hörmətə gəlmişdilər də. Yəni mənə elə gəlir ki, bəzi həqiqətləri, indi məsələn kitabı çox satılan dostlarımız var. Məsələn, eyni şeyi Kəramət Böyütsöl deyə bilməz. Çünki Kəramətin kitabları alınır, oxunur, kifayət qədər də böyük bir kütləsi var. Doğrudan da, yəni, həqiqətən onun kitabları oxunur. Nə bilim, məsələn, digər yazıçıların adlarını çəkmək olar ki, amma bu ümumilikdə oxucu kütləsinə, nə bilim, onu oxuyurlar söhbəti deyirlər. Çingiz Abdullayevi də oxuyurlar. Yəni, mən Çingiz Abdullayevi davamlı oxuyan, onun oxucusu olan adamları oxucu qəbul edə bilmirəm axı. O adam məni də oxuyursa, Çingiz Abdullayevi də oxuyursa, demək mənə heç ehtiyac yoxdur. Yəni mən orada məğlub sayılıram əslində. Bir adamın Çingiz Abdullayevlə məni eyni zamanda oxuması mənim məğlubiyyətim hesab olunur. Mən belə hesab edirəm. Lənkəran Azərbaycanın Lənkəranın özündən danışıram. Lənkəran bizim Azərbaycanın gözəl güşələrindən, həm də biraz da din baxımından mühafizəkar bir bölgəsidir. Məsələn, sənin dinə münasibətin mənim üçün maraqlıdır. Dinə münasibətim demədim Allaha münasibətin. Allahla öz işindir. Dinə münasibətimi bir cümləni ifadə eləsə olsam, mərhum Rafiq Tağının məşhur sözünü deyərəm. İlahi varsansa çox şükür, yoxsansa eyb yox. Ümumilikdə danışsam, təbii ki, qəlbimdə hansısa bir yaradıcı qüvvəyə sevgi var, amma ümumilikdə o müasir dövrümüzdə olan İslam və ya da digər dillərin Allahı deyil, onların qayda qanunları deyil. Yəni, çox meyl eləmirəm, özümə aid bir yaradıcı bir dünyam var. O dünya mənim üçün daha böyük dindir. Orada mənim Allahım var, orada mənim Peyğəmbərim var, orada mənim imamım var, orada mənim özümün hədislərim var. Mənim üçün Allahın varlığı ilə yoxluğunu sübut eləməyə çalışmaq təxminən eyni şeylərdir. Təbii, o mənada mübahisə yersizdir. Orxan Safari nəyi təhlükəli hesab eləyir Azərbaycan insanları üçün? Mənəvi məsələlər. Mənəvi məsələ, ancaq kitab oxumamaq. Doğrudan kitab oxumamaq. Bu artıq çürüyüb, şablona çevrilib bu şeylər. Bizim dilimizdən o qədər deyib. Bəzən cəmaət baxan da bezir. Deyir, bəs sizə nə qədər deyirsin, kitab oxumamaq. Amma kitab oxumamağın faciələrini biz hansısa formada qıraqdan yatçı kimi görürük deyə.
Mənə gəlir ki, siyasi məsələlərdən danışa bilmiriksə, bu məsələ... Yox, danışa bilərik, problem deyil. Sadəcə olaraq siyasi məsələdən danışaq, tamam gərək İlham Tomasın qonağı mövzusundan çıxaq, keçək siyasi kod verilişinə. O zaman yəni sadəcə yeganə təhlükəni... Siyasi kod verilişində olur, siyasi kodda səni çağıracam, siyasi məsələlərdən danışarıq. Olar. Yeganə mənəvi məsələlərdə hələ ki, öz sahəm, bəlkə də başqa sahələrdə elə bir təhlükə var ki, o kitabdan daha böyükdür. Yəni, mən onu deyə bilmərəm. Amma mənim öz sahəmdə bildiyim bir məsələ budur ki, kitab oxumamaq böyük təhlükədir. Məsələn, mənim üçün, səmimi deyəcəm, mənim üçün Orxan Safarinin bəzi statusları, deyək ki, o sən deyən kimi dəyər hesab olunan bizim aktyorlara, aktrisalara, yazarlara, şairlərə, bəstəkarlara və s. və ilə axır. Bu adamlar haqqında çox sərt və hətta hərdən onların haqlarını tapdalayırmış kimi görünən fikirlər mənim üçün, Azərbaycan üçün zərərlidir. Niyə? Çünki düşünürəm ki, məsələn, yolda gələndə dedin ki, Habil Əliyevdən yaz yazacağam. Bağışda bunu dedim. İstəsən bu yeri çıxarda da bilər. Amma dedim, mən də deyim sənə. Məsələn, Habil Əliyevdən yazacaqsan. Habil Əliyev Azərbaycanın deyək ki, o solo kaman üzrə böyük ustasıdır. Hə, deyə bilərsən ki, tələbə yetişdirmədi. Amma sonra deyə bilərəm ki, anekdotlarla yadda qaldı. Lətifələrlə yadda qaldı, onlar olsun, nə dəxli var? Mən niyə kamança ustadı, böyük kamança ustası hesab olunan Habil Sən özün dedin axı, şəxsi həyat olmalıdır. Anekdotlarla xatırlamalıyam. Həm də böyük sənətkar idi, onunla da xatırlamaq olar. Öz aramızda Orxan, bütün yazılarında, bütün hallarda insanları, belə deyək, sancmaq halı var. Məncə yazıçının işi bu olmalıdır. Yazıçı cəmiyyətə, xalqa... Nakşi Yensə də deyir ki, həmişə, deyir ki, mən qəsdən elə eləyirəm ki, biraz cırmaqlayım insanlar, biraz zəif yerlərinə toxunum. Yəni, bu mənim öz şəxsi mənafeyim üçün deyil də. Mən bunu hesab edirəm ki, bu cəmiyyət üçündür. Yazıçı cəmaatla loyal olmalı deyil, xalqa yaltaqlanmalı deyil. Bu cəmaat istəyir ki, mən bunlara yaltaqlanım. Bu cəmaat istəyir, mən çıxım deyim ki, siz nə böyük xalqsınız, siz nə gözəl insanlarsınız, sizə qurban olun, millətimə qurban olun. Orxan, böyük xalq. İndi hər məsələdə yox da. Mən indi elə məsələ var ki, orada böyük xalq olduğumuzu hesab eləməyə bilərəm axı. Yəni, indi məqamlar düşdükcə bunları dilə gətirirəm. Məsələn, tutaq ki, yazıram ki, Azərbaycanlılar elə bilir ki, filan şey filan olur. Gör, sən kimsən Azərbaycanlar haqqında belə şey deyirsən? İndi buna görə bir o gün yazıb ki, yazıların arxasına vəbşə məncə yaz. Deyirəm, bu sözü mən deyirəm, olsa məncə. İndi məncə deyəndə sənin ürəyin yerinə mi gəlir? Susar mı? Yəni, bu xalqımın nümayəndəsi, bu nətər böyük ola bilər? Belə bir adam necə, mən buna nətər böyük deyirlər. İndi, yəni, fərdlər üzərindən götürüb onsuz da mən çıxış eləyirəm də. Mənim bu məsələlərin ənənəsi var da, Cəlil, Məktəbli Sabir, Mirzə Ələkbər Sabir ənənəsi. Bunlar da... ikisini tənqid edirsən. Əlbəttə, o ənənənin gətirdiyi, mənə verdiyi azadlıqdır, mənə verdiyi demokratiyadır ki, mən bir özümdə o haqqı hiss edirəm və onlara həm də minnətdar oluram. Çünki uzun müddət onları tənqid eləmək qorxum olub mənim. Həm cəmiyyətdən qorxmuşam, həm onların adından qorxmuşam. 17 yaşından başlamısan. Yəni 17 yaşından başlayan artıq 10 il gedir də. 10 il indi bunun 4-5 ili qorxmuşam, mənim üçün uzun müddətdə. İndi sizin üçün... Yəni qorxularından xilas olursan. Bir növ həm də cəmiyyətdən qorxurdum, linç olunmaqdan qorxurdum. Əvvəllər məsəl üçün yadıma düşür ki, bir 7-8 ildən qabaq bir stat yazanda bir 50 rəy gələndə qorxumdan silmişdim ki, nə bilim, çox yayılmasın, bilinməsin. Sonra yavaş-yavaş öyrəndim. İndi öyrəşdim, immunitet yarandı. Və fikirləşirəm ki, Azərbaycan xalqı ilə loyal danışma, bir yazıçı Azərbaycan xalqı ilə loyal danışmamalıdır. Onu daim tənqid. Çünki bir yazıçı Azərbaycan xalqına yoxsa ümumiyyətlə dünya yazıçıları. Belə götürək yoxsa... İndi hər ölkənin öz yazıçısı özü bilər. Mən Azərbaycan yazıçısıyam. Özü bilər. Mən özümə cavab deyəm. Azərbaycana cavab deyəm. Mən hesab edirəm ki, Azərbaycan yazıçısı Azərbaycan xalqı ilə loyal, ona yaltaqlanmamalıdır, loyal danışmamalıdır. Sən hətta böyük olsa da, gözəl olsa da bu sözləri demə. Onsuz o sözləri deyənlər var. Siyasətçilər deyir, efirlər deyir, mediamız deyir. Çıxırıq çöldə gəzən adamlarımız yaxınlaş birinə, o deyəcək də. Yəni, mən də onu deyəcəmsə, mən də oluram ondan biri. Mənim işim nədir? Mənim işim bu xalqa, bu cəmiyyətə əyrəkliklərini hardasa göstərməyə çalışmaqdır. Lap göstərə bilməsəm də, bir 100 nəfərinə, bir 3 nəfərinə, 10 nəfərinə. Aydındır. Azərbaycanı sevirsən də. Əlbəttə. Xalqımızı da sevirsən. Bəli. Bu da sənin üslubundur. Sevərək istəyirsən ki, sənin görmək istədiyin Azərbaycan insanı daha gözəl olsun. Bəli, adını elə daha da obrazlaşdırıb elə demək olar. Əlbəttə. Daha vicdanlı olsun, daha dərin olsun, belə düşündüm. Mən çox istəyirəm burada bir haşiyə çıxım. Bir dəfə Azərbaycan qadınları ilə bağlı bir mövzumuz var idi. Yazı yazmışdıq orada. Təbii ki, müxtəlif şərhlər var ki, Azərbaycan qadını dünyanın ən əxlaqlı qadınıdır, ən namuslu qadınıdır. Biz razılaşdıq. Və mən orada başqa bir yazı yazdım ki, Azərbaycan qadını o şəxsi qeyrət bizim bildiyimiz mental məsələlərdə sözsüz ki, məsələn, qonşu xalqların belə qadınlarından fərqlənir. Bizim özümüzə xas, mentalitetimizə xas bir
belə deyək də qayda-qanunlarımız və əxlaqımız var. Amma dedim məsəl üçün mənim narazı olduğum məqam da var da. Mən məsəl üçün qadın olsaydım, bunu özümə əxlaqsızlıq sayardım. Bir dəfə yazdım ki, hansı Azərbaycan qadını indiyə qədər öz həyat yoldaşından, öz ərindən tələb eləyib ki, sən vicdanlı ol. Sən rüşvət alma, sən üzə durma. Balalarımıza eləyib bəlkə. Yəni ən azından bu əməlləri ola bilər. İndi o demək deyil ki, 10 milyon içində bu bir nəfər bunu eləməsin. Eləyirlər ki, almır da. Ola bilər. Amma yəni indi mən onu elə yazdım ki, yəni niyə Azərbaycan qadını, məsələn, əslində orada kişiləri də anlamışdım ki, Azərbaycan kişisinin bu gün biraz da yaltaq, başqa cür desəm, üzr istəyirəm, işverən olmasının, üzə durmasının, digər mənfi xüsusiyyətlərə malik olması səbəbi bir növdə qadınlardır. Çünki biz bu şeyləri həm də qadınlara görə eləyirik. Amma qadınlarımız bu məsələdə daha məsəl üçün o cür kişilərə daha çox hörmət qoyurlar. Onun üçün məsəl üçün kişinin bəzən vicdanı lazım olmur da. O da yenə də o da fərdiləşdirirsən. Yəni mən düşünürəm ki, əslində sən deyən kimi rüşvət almayan Azərbaycanda milyonlarla insan var. Hətta onu ən yüksək vəzifəyə qoysan belə o yenə rüşvət almayacaq. Eşq olsun ona da, onun qadına da. Təbii ki, həmin o qadına da eşq olsun, Azərbaycan kişisinə də eşq olsun. Sadəcə bizim aramızdakı o düşüncə fərqi nədir? Mən istəyirəm daha çox yaxşılardan danışım, sən istəyirsən pislərdən danışım. Yaxşıları siz həmişə danışırsınız da, başqa efirlərdə də, başqa yerlərdə də. Yaxşılardan danışıb yaxşı çox olsun, elə mən düşünürəm. Mən pislərdən danışaraq, pisləri utandıraq, qoy onlar da belə cəmiyyətdən necə çıxdaş olduqlarını görsünlər. Bu işində sənə uğurlar olsun. Təşəkkür edirəm. Uğurlar olsun. Mən inanıram ki, sən nə vaxtsa mütləq, demirəm ki, mənim düşüncəmə, o mən deyən düşüncəyə gələcəksən ki, əksinə yaxşılardan danışaq ki, qoy pislər utansınlar. Mənim tənqid elədiyim həm də budur ki, yəni bir gün mənim düşüncəmə gələcəksən. Mən bu düşüncəni özüm bəyənmirəm də. Yəni siz istəyirsiniz ki, mən də sizin kimi olum. Yox, əstəğfurullah. Yəni Azərbaycan xalqının böyük hissəsi, böyük yaşlı nəslimiz də əslində yəni bura yəni öz böyüklərimiz də daxildir. Hər kəs istəyir ki, indi bu düz demirəm, bunu pis niyyətlə deyirsiniz də. Adam bəzən çox istədiyi adama, tanıdığı adama deyir ki, amma nəhayətində mənim bir həyatım var, mənim bir düşüncəm var. Mən sizin kimi olmaq da istəmirəm. Bu məsələ də var. Allah sana bu yolda xeyir versin. Təşəkkür edirəm. Minnətdaram sənə. Sağ olun, var olun. Şaxtalı havada gəldin, qonağımız oldu. Eşq olsun, mən təşəkkür edirəm. Siz Rekord TV-nin efirində İlham Tumasın qonağı ilə bir yerdəydiniz. Mənim qonağım gənc yazıcı, artıq dostum Orxan Safari idi. Sağ olun, salamat qalın.